2019-cu ildən başlayaraq gəlir vergisində güzəştlər var idi. Bunu Yeniçağazı açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O, əmək haqqından gəlir vergisinin tutulmasının insanlara mümkün təsirlərindən danışıb. İqtisadçı bildirib ki, maaşlarımızdan indiyənə qədər 12,5% vergi tutulurdusa, bu göstərici indi 19,5% olacaq. Ödəyəcəyimiz vergidə söhbət 7% artımdan gedir. 2019-cu ilə qədər bunu onsuz da ödəyirdik. Özəl sektorda müəyyən müddətlik güzəşt tətbiq edilmişdi. Buna səbəb isə maaşların rəsmiləşməsi, şəffaflığın artırılması, qeydiyyatçısız işçilərin sayının isə azaldılması idi, deyə o bildirib. Ölkədə 2019-cu ildən 7 illik, 2019-dan başlayaraq 7 illik gəlir vergisindən güzəşt edildi. Ancaq bu qeyri-dövlət və qeyri-neft sektoruna aid idi. Yəni dövlətdə və neft sektorunda, neft-qaz sektorunda belə bir güzəşt yox idi. Yəni özəl sektora, hansı ki həm də qeyri-neft sektorudur, yəni ki neft sektoruna aidiyyatı yoxdur, bir də özəl sektor olmalıdır. Sizin maaşınızdan cəmisi 2,5 plus 10, 12,5% tutulurdu. Bu 10% də verirdilər pensiya fonduna. 14% hökumət ləğv eləmişdi. Amma dövlət sektorunda nə cürdür? 3% pensiya fonduna verir, 14% vergi verir, gəlir vergisi və yenə də 2,5 bizim kimi tibbi sığorta işsizlik fonuna verir. İndi biz faktiki olaraq qaydacağıq dövlət neft sektoru necə vergi verirsə, ona bu qayda 7 illik tətbiq edilir. Güzəşt müddəti artırılmasa, nəticə etibarilə biz başlayacağıq bu 14%-lik vergini verməyə. Amma bu 14% ləğv ediləndə pensiya fonduna da ödənilən 3% 10%-ə qalxmışdı. Dövlətdə neftdə nə cür olursa bizdə də o cür olacaq. Çünki bu qayda 7 illik idi. Yəni indiki bizim maaşımızdan baxsaq 12,5 təmiz tutulurdu bu maaşımızdan, tutulacaq 19,5. Yəni 7% ödəyəcəyimiz vergidə artımdan söhbət gedir. Yəni ki 2019-a qədər biz bunu zaten belə deyək də ödəyirdik və dövlət sektorunda işləyən, neft sektorunda işləyənlər zaten onlarda güzəşt tətbiq olmamışdı. Özəl sektorda müvəqqəti tətbiq edilmişdi. Səbəb də o idi ki, maaşlar rəsmiləşsin, şəffaflıq artsın, qeydiyyatçısız işçilərin sayı azalsın və biznesə müəyyən dəstək verilsin ki, biznesin xərci azalsın. Çünki biznesin ödədiyi də vergilərdə azalma var idi.